Bəli. Müsəllə xanım, saat 11-də çəkilişiniz var idi. Hə, yaxşı. Biraz kitab oxuyuram. Oxuyum, çıxacağım biraz. Oldu. 15 dəqiqəyə çıxarım. 5 dəqiqəyə çıxsam, taksidən çataram da məncə. Ayda, gec oldu. İndi çıxsam heç yerə çata bilməyəcəm, probka var. Zəng eləyim deyim ki, gələ bilmirəm. Salam. Mən bugün heç yerə gələ bilməyəcəm. Çünki çox vacib bir seansım var. Unutmuşam mən onu. Ona görə gələ bilməyəcəm. Sabaha sala bilərik? Hə, məncə bu çoxumuza tanış bir mövzudur. Gedəcəyimiz yerləri, görəcəyimiz işləri, qurduğumuz planları təxirə salmaq. Bəs bunu niyə eləyirik? Bunun elmi dildə adı prokrastinasiyadır. Prokrastinasiya latın dilindən tərcümədə sabaha saxlamaq, yəni ertələmək deməkdir. Bəs yaxşı, psixoloji səbəbləri nədir? Biz nəyə görə hər şeyi başqa bir günə ertələyirik? Səbəblərin başında perfeksionizm gəlir. Yəni bir şeyi ya mükəmməl eləmək, ya da ümumiyyətlə ondan uzaq durmaq. İkinci səbəbimiz qorxulardır. Qorxuruq ki, alınmaz, qorxuruq ki, uğursuz olar, başqaları tənqid eləyər və s. və ilaxır. Üçüncü səbəbimiz iradə zəifliyidir. Biz heç bir şəkildə iradəmizi toplayıb başlaya bilmirik. Dördüncü səbəbimiz hardan başlayacağımıza qərar verməməyimizdir. Bəzən olur ki, bir şey fikirləşirik, mən bunu eləyəcəm, amma onu eləyəcəyimiz gün gələndə necə, hardan başlayıb eləyəcəyimi təxmin edə bilmirik. Beşinci səbəbimiz motivasiya azlığıdır. Mən bunu niyə eləməliyəm? Bu mənə nə verəcək? Bu mənə hara aparacaq? Nəticə nə olacaq? Və sonuncu səbəbimiz daxili müqavimətdir. Bəli, əgər səni kimsə bunu eləməyə məcbur eləyirsə, hətta özün belə, nəticə olaraq sən onu eləmək istəmirsən. Daxilində bir üsyan qalxır. Adətən prokrastinasiya zamanı iş bu şəkildə sonlanır və yenidən təkrarlara qayıdır. Birinci, plan qurulur. İkinci, o plan ertələnir. Üçüncü, stres və təşviş başlayır. Nəhayətində sən özünü dəyərsiz hiss edirsən və yenidən planlamada baş verir. Bu dəyərsizlik hissin ötüb keçdikdən sonra. Prokrastinasiya nə ilə nəticələnir? Birinci növbədə özünə dəyərin aşağı düşməyi ilə. Çünki hər dəfə planı qurursan, hər dəfə onu təxirə salırsan və yenidən planlamalı olursan. İkincisi, iş və sosial münasibətlərdə uğursuzluqla nəticələnir. Üçüncüsü, depressiya və təşviş hissinə daha çox yaxınlaşırsan. Dördüncüsü, güvən itkisi yaranır münasibətlərində. Artıq səni yalançı və yaxud da dediyinin üzərində durmayan insan kimi tanımağa başlayırlar. Və nəticə olaraq da daima təxirə salınan həyat. Prokrastinasiyadan necə azad olacağını cavablandıracağım indi. Birincisi, kiçik addımlarla başla. İkincisi, müəyyənləşdir ki, səni ertələməyə gətirib çıxaran səbəblər nələrdir? Başlamağa qorxursanmı? Hardan başlayacağını bilmirsənmi? Məqsədlərinmi uzaqdır? Üçüncüsü, məncə ən vaciblərindən biri özünə mərhəmət göstər. Çünki sən özünə mərhəmət göstərməyəndə bayaqlarım səbəb olan amillər içərisində daxili bir üsyan demişdim. Bax, o baş verir. Özün də özünü bir şeyə məcbur eləyəndə qarşı durmaq istəyirsən, üsyan eləmək istəyirsən. Və sonda istəyərdim tənbəlliklə prokrastinasiyanı ayıraq. Çünki tənbəllik eləyən şəxs işin önəmini anlamır, bunu eləmək istəmir və bu onun üçün rahatdır. Prokrastinasiya eləyən şəxs isə işin önəmini anlayır, bunu görmək istəyir, sadəcə olaraq onu ertələyir.